Deyir, o kəslər barəsində xəbər verim ki, onların əməlləri əlləzinə zallə sə'yuhum fil həyatid dünya. Onların əməlləri dünya həyatında zay olub, puç olub, aradan gedib. Onların zəhmətləri sə'yuhum zallə, yəni onların zəhmətləri boşa gedib. Amma vəhum yəhsəbunə, amma onlar elə hesab eləyirlər ki, onlar bəs yaxşı iş görmüşdülər. Diqqət eləyin, bu nə deməkdir? Görürsünüz, dinin təfsirini başa düşəndə, day belə olmuş ki, əşin nə fərqi var ki, necə namaz qıldım, necə ibadət elədim, hansı etiqadda oldu. Əsas odur ki, Rəbbim görür ki, mən onun məhzərində ibadət deyəm. Belə deyil. Əgər müstəzəf olsan, doğrudan da heç məsələlərin fərqində olmasan, məsələlər hansı istiqamətdə cərəyan eləyir bilməsən, Allahın belələrinə güzəşdə olar. Güzəşdə olar, bu da başqa bir cəhətdən. Çünki Allahın cənnətinin dərəcələri var da. Amma əməllərin qəbulu budur. Ona görə də əməllərin qəbulu budur ki, o bəlli bir nəticə versin. Ona görə də bax, iki qardaşsan, iki bacısan, nə bilim, iki dostsan, ikiniz də oruç tutursunuz, ikiniz də gününüzü, yəni də ikiniz də eyni məscidə gedirsiniz, gəlirsiniz, hər gün xutbəyə qulaq asırsınız. Qiyamətdə görəcəksən ki, ona, orucuna o qədər fayda aparıb, sən yox. Baxmayaraq ki, ikiniz də oruç tutdunuz, ikiniz də Qədr gecəsinə qaldınız, əməllər cəhətindən eynisiniz. Amma o daha keyfiyyətlidir. Məsələn, o qeybət də eləməz. Sən ancaq buna diqqətlisən ki, orucuma batıl eləyən iş görməyim. Nə bilim, boğazımdan su keçməsin, falan olmasın, vaxtından tez açmayım, vaxtından gec bağlamayım. Bu şeylərə, şəri məsələlər diqqətsən, amma o qeybətə də diqqətli olub. Niyə? Çünki əməllər nəticəni batil eləyə bilər. İnanın ki, nə qədər ciddi məsələdir. Və buna görə biz başa düşürük ki, Peyğəmbər buyurur ki, ey Əli, sənin imamətini qəbul eləməyən, səndən düşmənçilik eləyənlərin ibadətləri qəbul deyil. Hətta gecələri ibadətdə, gündüzləri oruc tutsalar da, Əbu Qubeys dağı qədər qızıl da versələr, onların ibadətləri qəbul deyil. Qəbul deyil, bilirsiniz nə deməkdir? Cəhənnəmə gedəcək demək deyil. İndi Həzrət Əliyə qəzəbləri, Həzrət Əliyə qarşı başqa bir insani olmayan xüsusiyyətləri varsa, hətta o cəhənnəmə də gedə bilər. Amma o qədər adam var ki, yaxşı adamdır da. Amma qəbul deyil budur ki, o nəticəni verməyəcək. Bilirsiniz, bir nəticə var, onu verməyəcək. Ona görə də ariflər bu məsələni çözüblər və irfani bir cümlə işlədiblər. Deyiblər ki, məhəbbətullah li-ibadihi leysət mə'lulətən li-əməlihim. Allahın bəndələrinə olan məhəbbəti onların əməllərinə görə deyil. Eyni sözü də bayaq elə Allahın özünün dediyindədir ki, buyurur ki, mənim bu məhəbbətimin nə səbəbi var, nə hədəfi var, nə də sonu var. Bilirsiniz, bu bir pragmatik din bizə təqdim eləyir bu məsələ. Allah demək istəyir ki, bəndən bütün səylərin nəticə verə bilər. O ki, deyirə nihayətin, leysə, la nihayətin. Yoxdur onun sonu. Bu o deməkdir ki, sən əməl etdikcə də ucalacaqsan. Sən əməl etdikcə Rəbbinin məhəbbətini daha artıq qazanacaqsan. Rəbbinin məhəbbəti isə bir meyardır sənin yaxşı adam olmağına, kəmala çatmağına. Və belə bir şeyi də bildinsə, bil ki, sənin axirətdə də məqamın uca olacaq. Sən ən uca yerlərdə olacaqsan. Maraqlıdır ki, doğrudan buna diqqət eləyin, maraqlıdır ki, Allahın axirət aləmindəki cənnətlərinin də dərəcələr var. Ona görədir ki, bu dünyadakı iki dənə mömin eyni deyil axı. İki mömin eyni deyil. Ya əməlləri cəhətindən az edirlər, ya da əməllərinin keyfiyyətləri cəhətindən fərqlidirlər. Ona görə də Allahın ədalətindəndir ki, o iki mömini də bir-birindən ayırsın. İndi mən ayırsın deyirəm amma əslində ayırsın deyil, ayrılırlar. Çünki onlar dünyasını dəyişən kimi iki fərqli simada olurlar. Bilirsiniz də, bizim özümüz, bizim bir dənə ruhumuz var da. O ruh bizim əməllərimizin nəticəsində formalaşır. Yəni, hər kəsin bir ruhu var ki, dünyasını dəyişən kimi o da onun həqiqəti. Ona görə də hədislər də deyir, hətta Quran ayələrində də bu keçməkdədir ki, bəzi insanların, nə bilim, qərbə simada olarlar. Heyvan kimi, özdə məsələn, müxtəlif heyvanların xüsusiyyətləri var axı. Məsəl üçün, o heyvana oxşar vəziyyətdə olarlar.
tutaq ki, kimsə kobud olubsa, vəhşi heyvan simasında olar. Nə bilim, kimsə şəhvətçildirsə, məsələn, donuz simasında olar. Kimsə kobuddursa, başqa cəhətdən uzunqulaq simasında olar. Kimsə kinlidirsə, dəvə simasında və s. Bu şeylər nə üçündür? Çünki hər əməl insanın ruhunda o təsiri qoyur. Bu dünyadakı simamızı, zahiri görünüşümüzü biz təyin eləmirik. Özümüz ixtiyari olaraq təyin eləmirik. Amma ruhumuzu isə özümüz inşa eləyirik. Özümüz inşa eləyirik öz ruhumuzu. Deyirlər ki, bu pragmatik dində ona görə deyirəm də, deyirlər bir nəfər xumsu var idi, alimin qapısına gedir ki, xumsu ona versin, amma alimin özünü də görmək istəyir. Qapını döyür, xidmətçi çıxır, deyir ki, bəs xumsu varımdır, amma istəyirəm ki, ağanın özünü də görəm. O da arif adam imiş, bəsirət sahibi imiş. Ağaya deyir ki, ağa bəs gəlməsi, deyir, gəlsin. Bu adam deyir, mən özü danışır, bunu özü danışır. Deyir, mən içəri girəndə, deyir, ağa məni gördü, görən kimi gözləri qəribə bərəldi, qaçdı. Qaçdı otağa, deyir, xidmətçi də onun arxasında getdi, gəldi, dedi ki, ağa deyir ki, getsin, çox sağ olsun, yəni götürdü, getsin. Deyir, mən çox qəribə oldum, axı o alimdir, ona yaraşmayan bir şeydir. Amma bildim ki, burada nəsə var. Nəsə, mən yavaş-yavaş çıxa xidmətçinə dedim ki, nə məsələdir ki? Dedi ki, ağanın bəsirəti var. Artıq söz demədi. Başa düşdüm ki, məni qəribə bir simada gördü. Deyir, o qədər dilxor oldum, o qədər narahat oldum. Başım aşağı gedirəm. Amma Allaha deyirəm ki, ilahi, görəsən məni nə simada gördü? Allahım, görəsən məni nə simadan gördü? Sənə yalvarıram. Mən hansı vəziyyətdəyəm? Nədir mənim simam falan? Elə deyir, belə fikirli gedirəm. Birdən bir nəfərin ayağını tapdaladım. Mənə dedi ki, filan kəs, uzun qulaqsan, bir qabağına bax da, yaxşı oldu. Deyir, mən başa düşdüm ki, məni uzun qulaq simasında görüb bu adam. Allah da məni başa saldı. Çox dua elədim. Məni də başa saldı ki, vəziyyət nədir? Yəni, kimliyimizi özümüz formalaşdırır. Bu bilirsiniz nə deməkdir? Yəni, özümüzdən başına qalır. Belə olmasın ki, mən edirəm Allah özü, mən nə lazım oldu edirəm, necə oldu edirəm, özü rəhməti ilə nəsə bir şey. Belə olmayacaq. Belə olmayacaq. Nə sənsə odur. Quranda bunun dəqiq ayələri var. Səyləriniz qədərsiz. Nə qədər səy eləsəz, nə qədər təlaş eləsəz, o qədərsiz. İndi də burada buyurur ki, mənim sevgimin sonu da yox. Ortaya pragmatik din çıxır. Belə yox ki, edirəm o, belə yox. Nə edəcəmsə oyam. Hansı keyfiyyətdə etsəm o nəticəni alacam. Ona görə də bu din əməl dinidir. Amma hansı əməl? Keyfiyyətli əməl dinidir. Yəni nə qazanacaqsansa, qazanacaqsan. Səni başqaları ilə bir yerdə eləməyəcəklər. Bax, xəbərin olsun. Başqaları ilə bir yerdə olmayacaqsan. Cənnətdə, ümumi cənnətdə bir yer olarsan, ha. İndi bəlkə də onların bəzi tədbirləri olacaq ki, ümumi olaraq orada bir yerdə olarsan. Amma sən onların aldığı ləzzəti almayacaqsın. Necə məsələn bir binada varlı adam da yaşayar, orta da adam da yaşayar. Eyni binada yaşayırlar, məsələn şəhərin mərkəzində yaşayırlar. Amma o varlı adamının evinin içi sənin şəraitindən fərqlidir. İnsan cənnətdə peyğəmbərlə bir yerdə ola bilər. Amma peyğəmbərin indi hələ bir yerdə olar deyəndə oranın da dərəcələri var təbii ki. Amma onlar qədəricə feyz aparmayacaq insan. Hətta onların başqa bir görüşləri olacaq ki, onlar da biz bilmirik. Bəzi hədislərdə bilirsiniz nələr keçir. Deyirlər ki, elə insanlar var ki, onlara bir dəfə göstərəcəklər İmam Hüseyni. Bircə dəfə. Elə insanlar var ki, onlara ildə bir dəfə göstərəcəklər. Elə insanlar var, onlara ayda bir dəfə icazəsi olacaq İmam Hüseyni görmək. Elə insanlar da var ki, daim İmam Hüseyni görə biləcək, istədiyi vaxt. Allah uzaq eləsin, bir dəfə İmam Hüseyni görmək şansı verilsə də artıq verilməsə, haranın külün başımıza tökərik. Və bugün ibadət və bəndəliyimizdə ciddiyyətli olmuruq. Bir gün belə. Bu onu bu hədislərdən başa düşürük ki, yəni hər şeyin ontoloji təsiri var. Hər şey real olaraq təsirə malikdir. Ona görə də nəyə gücümüz çatırsa, keyfiyyətli şəkildə yerinə yetirir. Yəni
dindarlığımız ciddiyyətli olsun. Heç kəsə seyyid olduğuna görə uca məqam verməyəcəklər. Seyyidləri bağışlayarlar. Amma uca məqam verməzlər seyyidə. Nədir o Peyğəmbərin balasıdır. Heç kəsə əmmamə giydiyinə görə, heç kəsə xütbə oxuduğuna görə, heç kəsə Quran oxuduğuna görə, məddahlıq elədiyinə görə uca məqam verməyəcəklər. Əməli o cürədirsə qazanacaq. Yəni necə sən elə ruhanidə elə. Necə sən seyyid də belə. Hətta peyğəmbər və imamlar belə əməllərinin nəticəsini görəcəklər. Onlara da hədiyyə vermirlər heç nəyə. Heç nəyə, heç kimə hədiyyə vermirlər. Ona görə yox ki, Allahın qaydası belədir. Ona görə ki, cənnət, axirət real nəticənin ortaya qoyur. Yəni necə məsələn ingilis dili öyrənmək istəyirəm. Dil öyrənəndə nə qədər çalışdımsa o qədər öyrəndimdi. Məsələn bir nəfər gəlir, tutaq ki, bir ata da ingilis dilini öyrənir, oğul da. İkisi də eyni vaxtda gediblər, hazırlaşıblar. Müəllim gəlib imtahan eləyəndə hətta belə deyə bilər, ey ata, sən baxmayaraq ki, övlad daha çox çalışıb, atadan daha yaxşı bilir. O müəllim, yəni benim işə götürən adam, hər kəs danışanda ehtiram əlaməti olaraq ataya deyə bilər ki, maşallah olsun, yaxşısan sən falan. Amma həqiqət budur ki, övlad ondan yaxşıdır. Yəni atanın atalığına, böyüklüyünə baxmır. Necə? Çünki nəticə budur. Real nəticə budur. Bildiniz? Ona görə də ikisi də oturub kinoya baxsalar, indi müəllimdir, ehtiram əlaməti olaraq dedi ki, ata sən uşaqdan yaxşı bilirsən. Amma indi real nəticəyə bax, otursunlar, kinoya baxsınlar, ya bu yazını tərcümə eləsinlər. Nəticə ortadadır. Ona görə də bugün bir ruhanisinə hamı ehtiram eləyər. Bugün biz seyyidinə hamı ehtiram eləyər. Bugün bir məddahına hamı ehtiram eləyər və eləməlidirlər də. Və Allah bunu sorğu-sual eləyəcək. Amma bu hər şey demək deyil. Ola bilsin ki, ehtiram eləyənin özü ehtiram olunandan daha uca məqamdadır. Niyə? Çünki din bunu deyil. Ona görə də belə deyil ki, ay bütün ruhanilər, ay bütün seyidlər, ay bütün məddahlar, ay bütün məscid tikənlər, ay bütün nə bilim ziyarətə adam aparan zəvvar o sarvan deyirlər də ona. Bunlar xoşbəxtdirlər. Xoşbəxtlik üçün qapı açılıb onlara. Nəinki xoşbəxtdirlər. Gözəldir də, bu ədalətlidir. Bu ədalətlidir. Peyğəmbər və imamlar da gedəcəklərsə cənnət uca məqamlarına səylərinə görədir. Mən demirəm, amma onlar kəsbi olaraq kimliklərini qazanıblar, yox. Amma faktiki olaraq onların əməlləri onların uca məqamlara getməsini təmin eləyir. Bu nədir? Bu dinin gözəlliyidir. Bu Allahın ədalətidir. Ona görə də əgər belə olmasaydı, Allah hamımıza deyərdi ki, nəyə gücünüz çatır ibadət eləyin? Formal olaraq hamınızı bir yerə aparacaq. Amma orada hamımız bir yerdə olmayacağıq. Ona görə yox ki, Allah deyəcək ki, mən gərək səndən onu ayıram. Ona görə yox. Sözün həqiqi mənasında onunla sənin məqamın başqadır. O cənnətdə bu şeylərdən feyiz apara bilər, onun qüdrəti var, sənin qüdrətin yoxdur ona. Məsələ bundan ibarətdir.